Ukraynalı hərbi analitik Aleksey Kopitkov hesab edir ki, Novorossiyskə son zərbənin əhəmiyyəti Moskva kreyserinin batırılması və ya hörümçək toru əməliyyatı ilə müqayisə oluna bilər. Ukraynanın bu son dərəcə uğurlu əməliyyatı Rusiyanın cənubundakı hava hücumundan müdafiə sistemlərinə fəlakət səviyyəsində zərər vurub. Novorossiyskə endirilən zərbənin əsas nəticəsi çoxlarının dünən diqqət yetirdiyi yerdə deyil. Zərbə alan ərazilərdən biri 1537-ci zenit raket alayının yerləşdiyi ərazidir. Alayın rəsmi olaraq açıqlanan tərkibi 2 S-400 divizyonu və 1 Panter S-1 divizyonundan ibarətdir. Buna digər texnika daxil deyil. Bu bölgənin peyk görüntülərində 5-dən 12-yə qədər S-400 zenit raket sisteminin buraxılış qurğusu qeydə alınmışdır. Açıq mənbə kəşfiyyatı M. Anderson 11 noyabr tarixli yeni zərbədən 2 gün əvvəlki görüntüləri təhlil edərək digər texnikanı hesaba almadan 7 yerləşdirilmiş S-400 buraxılış qurğusunun olduğunu müəyyən edib. Daha sonra Sputnik'in xüsusi əməliyyat mərkəzinin dronlarının 4 S-400 buraxılış qurğusunu, erkən xəbərdarlıq radarını və hədəf təyin edici radarı məhv etdiyi təsdiqləndi. Zərbə bölgəsində 12-yə qədər buraxılış qurğusu ola bilərdi. Hətta bəziləri aldadıcı maket olsa belə zərbə zonasının birbaşa içində ən azı bir S-400 divizyonu və müəyyən sayda panser sistemi var idi. Həm zərbədən, həm də raket anbarının partlayışından təsirlənmişdi. Bu nə deməkdir? Ziyan birincisi, mümkün bir dəfəlik ziyan Moskva kreyserinin itirilməsi və hörümçək toru əməliyyatı ilə müqayisə edilə bilər. İkincisi, çox böyük ehtimalla bu S-400 də daxil olmaqla Rusiya hava hücumundan müdafiə sistemlərinin ən böyük bir dəfəlik itkisi sayılır. Mühafizəkar OIG məlumatları müharibə boyunca 3,5 ildə 19 zədələnmiş və ya məhv edilmiş S-400 buraxılış qurğusunu qeydə alır. Gerçək rəqəmlər isə daha yüksəkdir. Təkcə bu zərbə S-400 itkilərini 23% artırmış ola bilər. Nəticələri Novorossiyskdə gözə dəyən raketlərin çoxluğu və keyfiyyəti Rusiyanın cənubundakı hava və raket müdafiəsi imkanlarının Krımda işğal olunmuş Xerson və Zaporojye vilayətlərində sistematik şəkildə zəiflədilməsinin nəticəsidir. Bu isə həmin istiqamətlərdə müdafiənin acınacaqlı vəziyyətdə olduğunu göstərir. Krım, Rostov vilayəti Şimali Qafqaz teatrının müdafiəsinə Cənub hərbi dairəsinin hərbi hava qüvvələri və hava hücumundan müdafiə üzrə 4-cü Qvartiya Qırmızı Bayraq ordusu cavabdehdir. Məhz bu ordu indi parçalanır və tükənir, bölmələrimiz isə zəifləyir. Sübut edildi ki, super strateji regionda yerləşən super güclü Rusiya hava və raket müdafiə sistemi Ukrayna müdafiə qüvvələrinin təqribən 430-450 kilometrlik dərinlikdə endirdiyi kombinə edilmiş hücuma tab gətirə bilmir. Bu isə o deməkdir ki, xüsusilə Novorossiysk bölgəsində yerləşən bütün hərbi qurumlar, sanksiya ilə bağlananlar və digər zərərli elementlər faktiki olaraq özlərini ölüm riskinə atıblar. Novorossiysk və Tuapse neft terminalı şəbəkəsi hələ ki fəaliyyət göstərir, ta ki Malyuk və dostları onlara qarşı sanksiya tətbiq etmək qərarına gələnədək. Belə zərbə başqa istiqamətdən də endirilə bilər. Bu isə ciddi düşündürür, xüsusən də hindliləri indi yaranmış boşluq təcili şəkildə doldurulmalıdır. Variantlar məhduddur və ehtiyatlar demək olar ki yoxdur. Ön xəttdəki qoşun örtüyünü daha da azaltmaq lazım gələcək. Ukrayna Müdafiə Kəşfiyyatı Magura, Katran və torpedo dronlarından istifadə edərək mürəkkəb dəniz əməliyyatı həyata keçirib. Bu əməliyyat barədə Times məlumat yayıb. Hücum 21 sentyabr gecəsi baş verib, lakin ictimaiyyətə yalnız oktyabrın əvvəllərində açıqlanıb. Pirata bölməsi əməliyyatın ilk mərhələsini icra edib. Onlara Rusiyanın qazma platformasına quraşdırılmış radar sistemini məhv etmək tapşırılmışdı ki, digər dronlar üçün yol açsınlar. Hücumda Katran X-1 və X-3 dronları
güc şəklində istifadə olunub. Bunlar 9 kamikadze dronu və 4 sabit qanadlı dayanıcı sursat daşıyırdılar. Hər katran dronu əlavə silahlar da daşıyıb 80 kiloqramlıq başlıqlı uzun mənzilli ağıllı torpedolar adlanan sualtı dayanıcı sursatlar. Torpedolar qazma platformalarından 50 km məsafədə buraxılıb. 15 kilometr məsafəyə yaxınlaşdıqdan sonra gözləmə rejiminə keçiblər. Sonra katran dronları uzaqlaşıb və torpedolarla rabitəni saxlamaq üçün bir təkrarçı dron yerləşdiriblər. Britaniya əvvəllər Ukraynanın Rus qüvvələrinə qarşı dronlaşmış torpedolardan istifadə etdiyini xəbər vermişdi. Lakin xüsusi torpedo və dron növləri açıqlanmamışdı. Hücum zamanı bir torpedo platformanın dayağına dəyib. Bu dəniz piyadaları lövbər üzərində hərəkət etməyə başlayanda kamikadze dronları işə düşüb. Eyni zamanda katran dronlarından buraxılan dayanıcı sursatlar platformadakı radar sistemini məhv edir. The Times-ə görə əməliyyata Ukrayna Müdafiə Kəşfiyyatının Ferata bölməsindəki xüsusi dəstə olan Qara Dəniz Legiyası rəhbərlik edib. Əsas məqsəd Rusiyanın açıq dəniz qazma platformalarında yerləşdirilmiş radar və elektron müharibə sistemlərini məhv etmək idi. Bu sistemlər Rusiyanın geniş nəzarət şəbəkəsinə inteqrasiya olunmuşdu və əvvəllər Ukrayna sahil fəaliyyətini izləmək üçün istifadə olunan gəmilərdəki radarları əvəz edirdi. Uzaq məsafələrdə rabitəni saxlamaq üçün katran dronları dron əsaslı siqnal təkrarçısı da buraxıb. Bu uzaqdan idarə etmə komandası üçün sualtı dronlarla əlaqəni hücum mərhələsi başlayana qədər qorumağa imkan verir. TTMS-a görə ilk məqsəd Rus hava cavabını provokasiya etmək olub. Ukrayna komandası diqqəti yayındırmaq üçün bir depo dron buraxıb ki, dövrdə patrulda olan 2 Rus Su-27 və Su-35 qırıcısını cəlb etsin. Qırıcılar depo drona yönələndə sualtı dronlar aktivləşib. Birinci torpedo qaz platformasının dayağına dəyib. Daha sonra ikinci partlayış baş verib. Paralel olaraq kamikadze dronları lövbərdə yenidən toplanmağa çalışan Rus personalını hədəf alıb. Sabit qanadlı dronlar isə platformadakı radar sistemini məhv edib. Radar şəbəkəsinin sıradan çıxarılması növbəti hava dron əməliyyatları üçün yol açıb. O cümlədən işğal olunmuş Krımdakı Nebol radar sisteminə zərbə endirilməsi planlaşdırılıb. Platforma hücumundan sonra əlavə Ukrayna Magura dəniz dronları yaranmış boşluğu istifadə edərək Krım sahili boyunca irəliləyib. Səhərə qədər onlar Novorossiyskə çatıb və orada liman infrastrukturlarına, o cümlədən Şesxaris neft terminalına zərbə endirdikləri bildirilib. Qara Dəniz Legiyasının komandiri 9 Times-ə bildirib ki, ümumi məqsəd Novorossiysk, Krım və Topsi limanları daxil olmaqla bir sıra yüksək dəyərli sahil hədəflərinə çıxışı təmin etməkdir.